Yasamal rayonu Zivərbəy Əhmədbəyov və Balababa Məcidov küçəsinin kəsişməsində yerləşən səki uzun müddətli diqqətdən kənarda qalıb. Elə bu diqqətsizlik nəticəsində şəhərin mərkəzində yerləşən səki kənd yollarını xatırladır. Gördüyünüz bu ərazidə insanlar üçün nəzərdə tutulmuş piyada səkisi istifadəyə yararsız haldadır. Dağılmış asfalt, səkiyə səpələnmiş tikinti qalıqları, tullantıları və xəbərdarlıq nişanının olmaması vətəndaşlar üçün təhlükə yaradır. Hər gün yolu buradan düşən vətəndaşlar, xüsusilə yaşlılar, uşaq arabası, əlil arabası ilə hərəkət edən insanlar çətinlik çəkirlər. Piyadalar məcbur olub avtomobillərin hərəkət etdiyi yola çıxırlar ki, bu da həm özlərinin, həm də sürücülərin həyatına təhlükə yaradır. Uzun müddətdir davam edən problem qarlı, yağışlı günlərdə dözülməz həddə çatır. Asfalt olmadığı üçün səki palçıq olur, çuxurlar su ilə dolur. Vəziyyət göz qabağındadır. Burada mən yaşlı adam, 70-dən çox yaşım var. Bu da yol yoxdur ki, mən keçim. Yıxıla, axırı bir dəfə də yıxılıb qalacağım orada. Bəlkə neçə illərdir belənciydi, neçə illər. Çətindir də siz özünüz görürsünüz. Şəhərin mərkəzindəyik, Nizami metrosunun yanı. Səkinin bu vəziyyətdə olması, bu tikintinin bu qədər vaxtı belə qalması məncə bu şəhər bizim şəhər üçün yaraşmaz. Hər tərəf abadlaşdırır, gözəl binalar, arxitektur binalar, burada da belə bir yer. Məncə bu düzəlsə daha yaxşıdır. İllərdir belə. İndi hava qurudu, günəşlidir, bir balaca nəsə keçmək olur. Amma yağış yağanda bura keçilməz olur, palçıq olur. Məcbursan avtobusun zolağına çıxasan, o da təhlükəlidir. Avtobusdur, burada dayanacaqdır, cəmaət bu yoldan keçir. Aşağıda məktəb var, o tərəfdə metro var. Yəni bu yol əsas yoldur da, magistraldir. Burada piyadalar üçün. Yəni magistrali eləyiblər, okey, gözəldir. Piyadalar üçün də bir şey eləsinlər ki, piyadalar da normal yolu keçə bilsinlər. Çox pis vəziyyətdir burada. Yəni çuxurlardır. Sabah bir gün ora çökəcək. Allah eləşkən gecə ilə gedəndə ora insan da yıxıla bilər. Çox təhlükəlidir. Məsələ ilə bağlı Yasamal rayon icra hakimiyyətindən bizim mediaya bildirilib ki, əraziyə baxış keçiriləcək və problem aşkarlanarsa rayon üzrə tədbirlər planına əlavə olunacaq. Qurumdan bu kimi məsələlərin həllinin növbə və cədvəl üzrə icra olunduğu vurğulanıb. Görünən odur ki, vətəndaşların illərdir üzləşdiyi problem barədə qurum məlumatlı deyil. Bu yanaşma isə onu deməyə əsas verir ki, problem ya indiyədək görülməyib, ya da görünsə belə əsas sayılmayıb. Belə olan halda ərazidə yaşayanların ümidi artıq konkret tarix və mexanizmlərə yox, Yasamal rayon icra hakimiyyətinin vicdanına qalıb. Ümid edirik ki, ərazidə bədbəxt hadisə baş verməmiş, problem həllini tapar. Günay Şahmar, Pərviz Allahverdiyev, bizim media.